İnsanlar elə bil ki, hər şeyi şou etməyi sevir də. Belə ciddi məsələlərə də biz bilmirəm niyə görə belə şoulaşdırmaq istəyirik. Bəlkə də ağır problemləri, ağır o ifadələrimi, nəyimi həzm edə bilmirik. Mən rast gəldim bir neçə yerdəki Rəqsanə İsmailovanın qızı, müğənni Rəqsanə İsmailovanın qızı hansısa salonda çalışır. Burada nə var ki? Lap tutaq ki, çalışır. Mən məsələn müğənnilər tanıyıram, aktrisalar tanıyıram ki, onların salonu da var, salonda da həm dərzidirlər, həm digər işlərdə çalışırlar. Burada yəni qeyri-adi nə var ki, sonra Yağmurun bir maraqlı açıqlamasına rast gəldim ki, deyir, mən anam belə azadlıqda olanda, lap çoxdan neçə illərdir deyir, mən salonda çalışmağa başlamışam. Çünki təkcə istəmirəm valideynimdən gözləyim, deyir, özüm istəyirəm ayaq üstə durmağı bacarım da. Burada yeyib nə var ki, inzibatçı, administrator belə yazıblar, amma əslində o vəzifənin adı inzibatçıdır. Bir salonda çalışır Moskvada və deyir, fəxr edirəm ki, mən bu işi bacarıram. Çox bahalı salonlardan birisidir. Məhz Rəqsanə İsmailovanın qızı Yağmur orada inzibatçı vəzifəsində çalışır. Yenə də deyirəm, ikinci, üçüncü, dördüncü peşənin sahibi olmaq daha yaxşıdır. Bir də ki, niyə ki, ana kifayət qədər böyüdüb, ana kifayət qədər çörək verib, övladlarına ayaq üstə durmağa hər dəfə, hər dəqiqə, hər an kömək edib, onlar da bacarırsa qoy dursun və analarına dəstək olsun. Yenə də deyirəm, burada qeyri-adi heç nə yoxdur. Nə olsun, Rəqsanə İsmailovanın qızı salonda çalışa bilməz. Bu daha yaxşı bir haldır.